Real Partiyasının sədri Natiq Cəfərli Praqada keçirilən forumda yaşanan maraqlı bir hadisəni bölüşüb. Infoplus TV Müsavat.com istinadən xəbər verir ki, Natiq Cəfərli Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimlinin bir saxtakarlığını ifşa edib. Real sədri bildirib ki, Praqada forum 2000 tədbirdə Əli Kərimlinin cəmi 5 dəqiqəlik video çıxışı olub və video öncədən göndərilib. Gücsüzlərin gücü adlı 35-40 nəfərin iştirak etdiyi, aktivistlərin öz şəxsi faciə hekayələrini danışdıqları kiçik bir paneldə çıxışı yayıldı. İndi gördüm ki, hörmətli Əli bəy bu haqda fotokollajla post yayıb. Fotolar vizual manipulyasiyadır. Kərimlinin çıxışında nə Çexiyanın indiki, nə də Gürcüstanın keçmiş prezidenti yox idilər. Onlar dünən açılışda çıxış etdilər. Bugün Uyğur, Afrikalı, Koreyalı və Ukraynalı aktivistlərin faciə və ömür hekayələri səsləndi. Sonda Əli bəyin 5 dəqiqəlik videosu yayıldı. İnsafən pis tanışmadı. Ölkəmizdə bilinən problemlərdən, siyasi məhbuslardan, vergi sürücüsünün və qohumlarının təqib olunmasından söz açdı. Natiq Cəfərli Əli Kərimlinin insanları necə çaşdırmasına da toxunub. Stat: Mən zalda idim, mənim fotomu paylaşmayıb, amma dünənki tədbirlərdən fotolar qoyaraq insanları çaşdırır. İlk foto Kərimlinin yaydığı postdur, sonra mənim çəkdiyim. Həmin tədbirdə çıxış edənlərin səhnənin fotosudur. Özünüz fikir verin ki, nə həddə manipulyasiya edilib. Statın sonu.